Döymə bədənin bəzədilməsi kimi qəbul olunsa da, onun sağlamlıq üçün hansı risklər daşıdığını hər kəs bilmir. Son dövrlər döymənin xərçəngə səbəb olması kimi iddialar da artmaqdadır. Bəs bu nə dərəcədə doğrudur? Dəri xərçəngi riskinin artdırdığını göstərən elmi araşdırmalar var. Sadəcə dəri xərçəngi ilə deyil, eyni zamanda limfa vəzi xərçəngi, limfoma riskini də artırır. Belə ki, biz döymə olduğumuzda, o döymə sadəcə dəri ilə lokallaşmır, eyni zamanda oradan bədənə yayılaraq limfa vəzlərinə gəlir və orada da limfa vəzlərində iltihab prosesi gətirib çıxardır. Döymə zamanı, xüsusən də sanitariya qaydalarına əməl olunmayan yerlərdə hepatit B, hepatit C, eyni zamanda HIV virusu insanlar arasında yayıla bilər. Mütəxəssislər hesab edir ki, döymə zamanı dərinin altına vurulan boyalar tərkibindəki kimyəvi maddələrə görə orqanizmə yayılıb, müxtəlif reaksiyalara da səbəb ola bilər. Rənglərin tərkibində olan komponentlərə qarşı hər hansı bir individual, fərdi, allergik reaksiyalar ola bilər. Düzgün baxım olunmadıqda prosedurdan sonra dəridə infeksion xəstəlikləri, dərin infeksion xəstəlikləri ola bilər. Bunlara piedermiyalar deyirik biz. Yəni irinləməsi, yara olması kimi hallar ola bilər. Əgər döymə təmizlik qaydalarına riayət olunmayan bir yerdə edilirsə, bu infeksiyaların bədənə daxil olmasına yol aça bilər. Hər bir prosedur zamanı gigiyena əsas qaydalardan biri olmalıdır. İş görüləcək ortam, hər şey spirtlənməlidir, yeni alətlər, yeni salfetka, yeni əlcək, hər bir şey əlcəksiz iş görülməməsinə fikir verilməməlidir. Dezinfeksiya heç eləmirik, çünki hər şey işlənir, atılır və yenisi açılır. Steril bundan ibarətdir tatuda. Dərinin qırxılması, məsəl üçün, çox adam maşınka ilə qırxır, spirtlənir, maşınka adına razı deyil. Tatudan öncə sürtəcəyin bir neçə gel var ki, onlar sırf dərini tatu üçün hazırlayır, tatudan öncə dezinfeksiya edir. O ki qaldı döymə etdirən şəxslərin kiməsə qan verə bilmədikləri barədə səslənən fikirlərə. Bu, bir il ərzində tövsiyə olunmur, qadağandır. Bunda səbəb budur ki, əgər bir il ərzində bu insan döymə olubsa, bunun bədənində hər hansı bir infeksiyanın kənardan yoluxma riski var. Ona görə də bu insanlar bir il ərzində tövsiyə olunmur, bir ildən sonra isə bu insanlar donor ola bilərlər. Maraqlıdır, bəs kimlərə tatu elətdirmək ümumiyyətlə olmaz? Ümumiyyətlə, dərinin hər hansı bir xəstəliyi olan insanlarda həmin nahiyəyə tatının vurulması məsləhət deyil. Bu, hər hansı bir dərin ekzemasıdır, psoriazıdır, ümumiyyətlə quruluq bir problemidir. Bunlara olmaz etmək, heç bir prosedur etmək olmaz, nəinki tatu. Sonra allergik xəstəlikləri olan, həssas dərili insanlara məsləhət görmürük. Laxtalanma, dəri xəstəlikləri olan, eyni zamanda immun sistemi zəif olan, onkoloji xəstəlikləri və ya aktiv infeksiya vəziyyəti olan şəxslərə də döymə etdirmək məsləhət görülmür. Mütəxəssislər ümumilikdə tibbi baxımdan döymə prosedurlarını tövsiyə etmirlər.